Cənubi Qafqazın ikinci iri sənaye və tibb mərkəzi olan Sumqayıt şəhərində son 11 ildə həyata keçirilən geniş miqyaslı islahatlar nəticəsində səhiyyə sistemində köklü dönüş yaradılıb. Şəhərdə əhali sayının 428 min nəfərə qədər artması müasir tibbi xidmətə olan tələbatı artırıb və bu istiqamətdə Sumqayıt şəhər İcra Hakimiyyəti rəhbərliyinin birbaşa diqqəti, tapşırıq və tövsiyələrinə uyğun olaraq səhiyyə infrastrukturunun yenilənməsi işləri mütəmadi və ardıcıl şəkildə həyata keçirilib. Şəhər İcra Hakimiyyətinin yaxından dəstəyi və məqsədyönlü idarəçiliyi sayəsində Sumqayıtda tibbi xidmətin keyfiyyəti ən yüksək səviyyəyə qaldırılıb. Sakinlərin illərdir mövcud olan narazılıqları tamamilə aradan qaldırılıb. Həyata keçirilən yüksək səviyyəli tədbirlər çərçivəsində perinatal mərkəz, onkoloji xəstəxana, uşaq xəstəxanası, narkoloji dispanser, 1 nömrəli ailə sağlamlıq mərkəzi, uşaq xəstəxanasının poliklinika şöbəsi, 2 nömrəli xəstəxananın poliklinika şöbəsi, 1 nömrəli xəstəxananın doğum şöbəsi əsaslı təmir olunaraq yenidən qurulub. Eyni zamanda ruhi əsəb xəstəxanası, təcili tibbi yardım stansiyasının inzibati binasında cari təmir işləri aparılıb. Sumqayıtda səhiyyə işçiləri şəhərin 70 illik yubileyində flash mob təşkil ediblər. Ölkə Prezidentinin müvafiq sərəncamı ilə inşa olunan 150 çarpayılıq yeni 2 saylı Sumqayıt şəhər xəstəxanası kompleksi isə ən müasir avadanlıqlarla təchiz edilərək istifadəyə verilib. Sumqayıt şəhər İcra Hakimiyyətinin koordinasiyası ilə əhalinin imtiyazlı dərmanlarla təminatı, şəkərli diabet, onkoloji və xroniki xəstələrin pulsuz preparatlarla təchiz olunması mütəmadi nəzarətdə saxlanılır. Bugün Sumqayıt Tibb Mərkəzində bir çox müəssisələr vardır ki, həmin müəssisələr nəinki Sumqayıt şəhərinin, bütün Azərbaycandan müraciət edən bir çox müxtəlif profilli ağırlaşmış xəstələrin qəbulundadır. Sumqayıtın 2 saylı şəhər xəstəxanasının açılışı, göz mərkəzinin yaradılması, endoprotez mərkəzinin yaradılması, bir sıra rekonstruktiv cərrahi əməliyyatların məhz Sumqayıt Tibb Mərkəzində aparılması, bu pasientlərin paytaxta yönləndirilməməsi əsas uğurlardandır. Diabet xəstələrinin, dializ xəstələrinin, ümumiyyətlə həssas qrupa aid olan bir çox xəstələrin belə deyək, xidmətində dayanan personal günü-gündən öz üzərində inkişaf edərək xidmət sferasını daha da genişləndirir, daha da həvəslə çalışır. Təbii ki, bütün bunlarda şəhər rəhbərliyinin özünün diqqəti, özünün qayğısı, özünü biruzə verməkdədir. Sumqayıt səhiyyəsi bu baxımdan götürəndə demək olar ki, bir çox sahələrdə həm elmi nöqteyi nəzər cəhətcə, həm xidmət nöqteyi nəzər cəhətcə digər belə deyək şəhərlərin önündə gedir. Covid-19 pandemiyası dövründə operativ təşkilatçılıq sayəsində modul tipli xəstəxana fəaliyyətə başlayıb və 601.234 nəfər vaksinasiya olunub. 44 günlük vətən müharibəsi dövründə ön cəbhədə xidmət edən tibbi personala, eləcə də müharibədən sonra şəhid və qazi ailələrinə dəstək göstərilməsi, 60-a yaxın qazinin işlə təmin edilməsi, Şəhər İcra Hakimiyyətinin bu sahəyə verdiyi xüsusi önəmin təzahürüdür. Görülən bu titanik işlərin nəticəsidir ki, Sumqayıtın aparıcı tibb müəssisələri artıq regional mərkəz kimi ətraf rayon və şəhərlərin sakinlərinə də yüksək səviyyəli tibbi xidmət göstərir. Şəmistan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.